İndi sizə komandanın gəlirini izah eləyəcəm. Daha doğrusu mən videonun elə bilirəm çəkirdim. Bu bizim köhnə sistemdəndir. Köhnə sistemdən necə olurdu? Mən qoşulurdum, özümlə birini gətirirdim 17 qəpik, özümlə ikincini gətirirdim 17 qəpik. Daha doğrusu gətirməyə ehtiyac yox idi. Şirkət özü də qeydiyyat yazırdı, nə eləyirdi? Şirkət özü bir qolla eləyirdi. Və bir qolla mənə tutaq ki, burada 15 nəfər veribsə, buradan mənim olurdu 2 nəfərim. Mən bu tarazlaşma 2 nəfərə görə idi deyə 0.24, 2.04 bunu qazana bilirdim ancaq. Neyse, indi başınızı qarışdırmayın. 0.17 götürdüm, 0.17 götürdüm, 0.17 götürdüm. Yəni 3 nəfər olduğumuza görə əlavə olaraq tarazlıqdır deyə mənə bu pulu verdi şirkət. Yəni mənim əvvəlki sistemdən qazancım bu oldu. Elə deyilmi? Amma indiki sistem mənə nə deyir? Deyir, özün qoşul, yeni üzv kimi olduğun operator dövrə eləyəndən sonra bir adam gətirir, şəxsi nəfərə görə bu qədər bonus götür. Bir adam da gətirdin, şəxsi nəfərə görə bonus götürdün. Sənin qazancın oldu burada. Üstə gəl. Mən indiki səviyyəmdə 86 qəpikdə hər dəvətlimdən götürürəm rütbəmə görə. Əlavə olaraq 86 vurulsun 2. Yəni, baxın görək, bu sistem sərf eləyir, yoxsa bu sistem sərf eləyir. İndi sizə nəyə izah eləyəcəkdim? Bu arada, indi dəvət etməyənlər üçün, bu mənim dəvət etdiyim sistemləndir. Dəvət etməsəm nə olar? Bəs adam gəldim, deyirəm ki, mən gözləmək istəyirəm də, mən dəvət eləmək istəmirəm. Adam gətirdilər sağ-sol, bu arada sağ-sol düşəcək bundan sonra. Sağ-sol düşdü, bunlar da adam gəldilər. Bunlar da adam gəldilər. Bu arada bunlar yazıldı sizə. Yəni hər adamın da, bunun da 2 nəfəri var. Bunun 2 nəfərini yazdım, bunun da 2 nəfəri. Yəni hər adama sağ və daha doğrusu soldur bura. Sol və sağ şəklində yazıldı. Tutaq ki, bu komandasının hesabına, adamların hesabına ümumi dövriyyəsi oldu, yəni baş operator. Baş operatorunda indi mən dəqiq bilmirəm səviyyəni, mən elə belə faizlə deyəcəm, tutaq ki 3%. 3% əvvəl siz dövriyyədən alırdınızsa 17 qəpik, hər dəvətlidən 17 qəpik pasiv qazanc əldə edirdisə, indi əldə eləyəcək o gələn adam heç nə eləmədən bu qədər pul, yəni 51 qəpik edir səhv eləmirəmsə. Hər dəvətlidən 51 qəpik, 51 qəpik. İndi təsəvvür edin, bu adam heç nə gətirməyib, şirkət də yenidir, hər sistemdə də qeydiyyatlar gedir bunun altında, gedir bunun altında, görür nə qədər pul qazanır, amma heç bir adam da gətirməyib, heç bir şirkətin reklamını da eləməyib.